Biz mənfəət və zərər hesabatı, balans hesabatı və pul vəsait hərəkətlərinin hesabatından ibarət inteqrasiya olunmuş bir model yaratdıq. Daha da önəmlisi, short videolarda paylaşdığım o xüsusi funksiyalardan istifadə edərək bunu Excel-də necə edəcəyimizi öyrəndik. Salam hər kəsə. Bu dərsimizdə qarşımızda maraqlı bir tapşırıq var. Əlimizdəki məlumatlardan istifadə edərək sıfırdan bir PL, Profit and Loss hesabat, yəni mənfəət və zərər hesabatı formalaşdırmalıyıq. Gəlin əvvəlcə sistemdən çıxarılan bu məlumatlara birlikdə baxaq. Gördüyünüz kimi, burada cəmi 3 sütunumuz var. Birinci sütun bizə məbləğin qeydiyyata alındığı dövrü göstərir. İkinci sütunda şirkətin daxili sistemində uçota alınan maliyyə maddələri, financials. Üçüncü sütunda isə həmin maddələrin birbaşa məbləğləri qeyd olunur. İşə başlamazdan əvvəl kiçik, amma çox vacib bir qızıl qaydanı xatırlamaq lazımdır. Bu məlumatların olduğu ilkin vərəqi, yəni source sheet-i kopyalayırıq. Sağ tərəfə keçiririk. Çünki əsas məlumatlara toxunmaq olmaz. Bütün dəyişikliklərimizi onun kopyası, yəni duplikatı üzərində edəcəyik. Real iş mühitində datalarla işləyərkən bu vərdiş sizi gələcəkdə böyük səhvlərdən qorumuş olacaq. İndi isə diqqətimi çəkən bir problemə baxaq. Buradakı tarixlərin formatında bir qəribəlik var. Excel bu sütunu tarix olaraq tanımır. Yaxşı, bunu necə yoxlaya bilərik? Gəlin sadə bir üsulla test edək. Əgər bura il funksiyasını year yazıb bu xanalardan birini seçsəm, Excel mənə xəta verəcək. Görürsüz? Deməli, Excel buradakı rəqəmləri tarix kimi yox, bir mətn formatında görür. Eyb yox, bu problem bilirsiniz nədəndir? Bizim öyrəşdiyimiz standart tarix formatında nöqtələrdən yox, adətən slash, yəni xətt simvolundan istifadə olunur. Deməli, bütün sətirlərdəki nöqtə simvollarını həmin o xətlə əvəzləməliyik, slashdan əvəzləməliyik. Bu vəziyyətdə köməyimizə hamımızın yaxşı bildiyi Find and Replace, tap və əvəz et funksiyası çatır. Bütün sütunu seçirəm və qısa yol olaraq Ctrl+H düyməsini basıram. Dediyimiz kimi, nöqtələri tapıb onlara həmin o xətlə əvəzləmək tapşırığı verirəm. İndi isə Replace All düyməsinə klikləyirəm və budur. Excel dərhal xətanı başa düşdü, artıq bu bir tarix formatıdır. Sağ tərəfdə rahatca yeni bir sütun aça bilərik. Burada year funksiyasını yazaraq maliyyə əməliyyatlarının hansı ilə aid olduğunu saniyələr içində çəkib çıxara bilərik. İlk addımı uğurla tamamladıq. Həmin o source sheet, yəni mənbə vərəqi üzərində işləməyə davam edirik. Gördüyümüz kimi, bütün maliyyə göstəriciləri kateqoriyalara bölünür. Biz supermarketlər, discounterlar, ərzaq mağazaları, pərakəndə satışdan gələn gəlirlər, yəni revenue'su görə bilərik. Eyni şey satılan malların maliyyə dəyəri üçün də keçərlidir. Əgər kateqoriya üzrə gəlirliyi analiz etmək istəsək, bu əladır. Amma bizim bu vəziyyətimizdə modeli ümumi şirkət səviyyəsində qurmaq istəyiriksə, bizə nə lazımdır? Beləliklə, yalnız PL kateqoriyaları, revenues, gəlirlər, cost of goods sold, satılan malların maliyyə dəyəri, operating expenses, əməliyyat xərcləri, amortizasiya, depreciation and amortization, interest expenses, faiz xərcləri, taxes, vergilər, yəni bütün bu göstərilən bu qruplaşdırma, yəni mapping lazımdır. Yaxşı, bəs bunu necə edəcəyik? Sağ tərəfdə yeni bir qruplaşdırma sütunu, yəni mapping yaradacaq. Əvvəlcə cədvəlin ən üst sətrini seçirik və filtr əlavə edirik. Filtr üçün də bunu Alt+A+T qısa yolu ilə edə bilərik. Bunu etdikdən sonra buradakı PL maddələrinin hər birini filtr vasitəsilə seçə bilərik. Mən gəlirləri filtrləyəcəm, yəni revenue-nu və mənbə datası filtrləndikdə sadəcə revenue yazıb bütün sütun boyu yapışdıracağam, yəni paste edəcəm. İndi filtri görürəm və eyni əməliyyatı tam olaraq maliyyə dəyəri üçün də yerinə yetirəcəm. Zəhmət olmasa diqqətlə baxın ki, filtrləmə zamanı axtarış funksiyasından istifadə edirəm. Böyük data setləri ilə işləyəndə bu çox rahat olur. Maliyyə dəyərini aşağıya doğru yapışdırıram. Tam olaraq eyni addımlar əməliyyat xərcləri, operating expenses, faiz xərcləri və vergilər üçün də yerinə yetirilməlidir. Aşağıdakı sheetlərə, yəni vərəqlərinizə bu mappinglərdən əlavə eləmək çox faydalı ola bilər. Bu sizin tərəfinizdən təyin olunmuş kateqoriyalar yaratmağa imkan verir. Bu dəyərli bir alətdir və əminəm ki, mapping sizə böyük kömək göstərəcək. Beləliklə, mapping tapşırığını yerinə yetirdikdən sonra yekun bir PL vərəqi yaratmağa və buradakı rəqəmlərdən istifadə edərək onun tarixi illərini doldurmağa başlayacaq. Düzdür, artıq əlimizdə bu mapping olduğuna görə yekun bir PL vərəqi yarada bilərik. Aşağıda balaca plus düyməsinə klikləyərək yeni bir vərəq yaradıram və vərəqi peşəkar şəkildə formatlamaq üçün
daha əvvəl yaratdığımız makrosdan istifadə edə bilərəm. Sadəcə developer butonuna girib, ardınca makros düyməsinə klikləyirəm və buradakı formatlama makrosunu işə salıram. Gəlin bütün qruplaşdırmanı, yəni mappingi kopyalayaq və bu vərəqə köçürmək üçün paste special ardınca values funksiyasından istifadə edək. İndi isə yaratmaqda olduğumuz PL hesabatında yer alacaq maliyyə maddələrinin siyahısını əldə etmək üçün sadəcə duplikatları sil funksiyasından istifadə edə bilərəm. PL hesabatı yaratdığımızı nəzərə alsaq, bəzi aralıq, yəni subtotal və total sətirləri əlavə etməliyik, elə deyilmi? Əgər gəlirlərdən satılan malların mayə dəyərini çıxsaq, şirkətin ümumi mənfəətini əldə edirik, yəni gross profiti. Ona görə də bura bir gross profit sətri əlavə edirəm. Ümumi mənfəətdən əməliyyat xərclərinə çıxdıqda, operating expenses çıxdıqda EBITDA əldə etmiş oluram. EBITDA-dan amortizasiyadan çıxmaq bizə EBIT verir. Son olaraq, buradan da vergilərə çıxmaq xalis mənfəətə, yəni net income əldə etmiş oluruq. Bundan sonra istifadə edəcəyimiz PL strukturu bundan ibarətdir. İndi gəlin əlimizdə tarix datası olan dövrləri əlavə edək. Sadəcə mənbə vərəqini açıram, yəni source sheet-i açıram və illərin datası olan bütün sütunları kopyalayıram. Sonra yekun PL vərəqinə dəyərləri yapışdırıb duplikat sətirlərini silirəm. Beləliklə əlimizdə 2014, 15 və 16-cı illərin datası var. Gəlin maliyyə göstəricilərinin ölçü vahidini və onların qeydiyyata alındığı ili göstərən bir üst sətir yaradaq. Biz burada milyon dollarla işləyəcək deyə bunu qeyd edirik. Sonra sadəcə kopyalayıb paste special, transponer et, yəni yerini dəyiş funksiyasından istifadə edərək 3 ili üfüqi şəkildə yapışdıra bilərəm. Cell styles, yəni xana üslubları funksiyasından istifadə edərək PL hesabatını qat-qat sürətli formatlaya bilərik. Beləliklə, yekun PL vərəqəmizi yaratdıq və o möhtəşəm görünür. İndi isə mənbə vərəqində tapılan maliyyə göstəricilərini PL cədvəlinə doldurmaq üçün bir Excel funksiyasından istifadə edəcəyik. Mənbə vərəqini açırıq. Burada gəlirlər, box, əməliyyat xərcləri, yəni OPEX, əsasda şirkətin bütün maliyyə göstəriciləri haqqında məlumat verən çoxlu sətirlərimiz var. İl sütununda isə bu maliyyə göstəricilərinin qeydiyyata alındığı ili çəkib çıxarmışıq. Buna görə də iki meyarla işləyən bir SUMIFS funksiyasından istifadə edə bilərik. Meyarlardan biri nəzərdən keçirilən PL maddəsinin növü olacaq, gəlir, mayə dəyəri və s. Digər meyar isə məbləğin qeydiyyata alındığı il olacaq. Biz məbləğləri göstərən sütunu toplayacaq. Gəlin PL vərəqinə keçək və funksiyanı quraq. Plus SUMIFS olacaq. Toplanacaq diapazonu E sütunudur. Yəni qeydiyyata alınmış məbləğ. Bu istinadları sabitləməyi, yəni F4-ləməyi, fixləməyi unutmayaq. Çünki funksiya hazır olan kimi onu sağa doğru yapışdıracaq. Birinci şərt toplanacaq maliyyə göstəricilərinin növüdür. Mapping yaratdığımız xanalar diapazonunu seçirəm və onun istinadlarını sabitləyirəm. Şərt isə gəlirlərimizin olduğu B4 xanasıdır. Şərtin sütun hissəsini sabitləyəcəm. Aşağı doğru yapışdırdıqda onun sətir hissəsi sərbəst qalacaq. Amma sağa doğru yapışdırdıqda isə yerində sabit qalacaq. İkinci şərtin diapazonu isə illərin olduğu sütundur. Gəlin bunu da sabitləyək. İstifadə etdiyimiz meyarlar buradadır. PL-də gördüyümüz 3 ilin hər biri. Mən yalnız sətiri sabitləyəcəm, çünki funksiyanı sağa yapışdırmağa və 15-ci, 16-cı illərə keçid etməyə imkan verəcəm. Əla, SUMIFS funksiyası hazırdır. Onu rahatlıqla sağa doğru yapışdıra bilərik. Eyni dərəcədə aşağıya doğru da yapışdıra bilərik. Lakin unudulmamalı bir məqam var. Gəlirlərdən başqa bu cədvəldə qalan bütün dəyərlər xərclərdir və mənfi işarəsi də olmalıdır onların qabağında.
PL cədvəlini daha da yaxşılaşdırdıq. Faiz dəyişmələri, percentage variations, biznesin dinamikasını anlamağı asanlaşdıran çox faydalı bir alətdir. Ona görə də onları elektron cədvəlimizə əlavə edəcəyik. İlk olaraq PL datası ilə faiz dəyişmələrini bir-birindən ayırmaq üçün boş bir sütun əlavə edirik. Sütun genişliyini 1.25-ə qədər azalda bilərik. Gəlin PL cədvəlinin sütunlarından birinin formatını kopyalayaq və bu iki sütunun formatlanmasını yaxşılaşdırmaq üçün Paste Special, buradan da Formats funksiyasından istifadə edək. Bunu etdikdən sonra iki yeni başlığı daxil edə bilərik. Birinci sütunda 14 və 15-ci illər arasındakı faiz dəyişmələri, ikinci sütunda isə 15-16-cı illər arasındakı faiz dəyişmələri yer alsın. Burada faiz dəyərlərimiz olacaq. Və buna görə də bu kanallar üçün faiz formatını seçirik. Artıq faiz dəyişmələrini hesablamağa hazırıq. Düsturumuz belədir. Cari ilin dəyəri bölünmüş əvvəlki ilin dəyəri xılsın 1. Gəlin düsturu cədvəlin bütün sətirləri üçün kopyalayaq. Faiz dəyişmələrini hesabladıq. Növbəti tapşırığımız şərti formatlamadan istifadə edərək, yəni conditional formattingdən istifadə edərək kəskin və ya zəif dəyişmələri vurğulamaqdır. Hesabladığımız bütün faiz dəyərlərini seçirəm. Şərti formatlamanı Home tabında tapa bilərik. Bura klikləyəndən sonra qarşımıza çıxan bir neçə variantdan birini seçə bilərik. Bu tapşırıqda ikonlar dəstəsini seçirəm və gördüyünüz kimi şərti formatlama faiz dəyişmələrini hesabladığımız bütün xanalara tətbiq olundu. Şərti formatlama ilə işləyəndə vacib incəliklərdən biri də budur ki, biz həmişə bu xanaların nəqlərini təyin edən qaydaları özümüz redakt etməliyik. Editlədiyimiz tənzimləmələrdən sonra PL hesabatımız artıq daha yaxşı görünür. İndi isə şirkətin balans hesabatı ilə məşğul olacaq. Gəlin yeni bir vərəq yaradaq və adını Balance Sheet qoyaq. Vaxt itirmədən bu vərəqin vizual görünüşünü yaxşılaşdırmaq üçün formatlama makrosundan istifadə edəcəm. Excel faylımıza 3 yeni vərəq əlavə edilib. Onların hər biri tarixi illərdən birinin 2014, 15, 16-cı illərin mənbə rolunu oynayır. Bu üç vərəq eyni struktura malik deyil. Məsələn, 2014-cü ilin vərəqində balans maddələrinin məbləğləri D sütununda göstərildiyi halda 2016-cı ilin vərəqində məbləğlər Y sütununda yer alır. Buna görə də bunlara daha əvvəlcədən diqqət almaq lazımdır. Ctrl düyməsini basıb saxlayaraq 2016-cı ilin mənbə vərəqində gördüyümüz bütün aktiv maddələri, yəni asset line itemları seçirəm. Hazır olan kimi bu dəyərləri kopyalayıram və yekun vərəqə yapışdırmaq üçün Paste Special, oradan da Values funksiyasından istifadə edirəm. Sonra eyni şeyi Liabilities üçün də, yəni öhdəliklər üçün də edəcəm. Ctrl düyməsini basıb saxlayaraq bütün dəyərləri seçirəm və Paste Special-dan yekun vərəqə yapışdırıram. Əla. Qruplardan birinin aktivlərdən, digərinin isə öhdəliklərdən ibarət olduğunu aydın şəkildə göstərək. Bura sadəcə Assets, aşağıya Liabilities and Equity, öhdəliklər və kapital yazacağam. Vərəqin formatlanmasını yaxşılaşdırmalıyıq. İlk edəcəyim iş PL cədvəlinin başlığını kopyalamaq və bura yapışdırmaq olacaq. Lakin düzəlməli olan bir məsələ var. Biz balans hesabatının dəyərlərini heç vaxt bütün ilə əks etdirilmiş kimi göstərməməliyik. Bunlar ilin sonunda qeydə alınan dəyərlərdir. Hamısının dekabr 2014, dekabr 15, dekabr 16 olaraq sunduğundan əmin olmalıyıq. Cədvəlin qalan hissəsinin strukturunu yaxşılaşdırmaq üçün Fill Styles funksiyasından istifadə edək. Bu xanalar ümumi xana üslubu ilə formatlanacaq. Aşağıda aktivlərin və öhdəliklərlə kapitalın cəmini göstərən iki sətir isə Totals kimi formatlanacaq.
Burada etmək istədiyim son şey aktivləri, həmçinin öhdəliklər və kapitalı toplayan bəzi funksiyalar əlavə etməkdir. Və ən aşağıda mühasibatlığın qızıl qaydasını yerinə yetirilmədiyini yoxlamaq üçün bunu nəzarət xanasında check funksiyasından istifadə edərək yoxlayacaq. Aktivlər mütləq öhdəliklər və kapitala bərabər olmalıdır. Əgər bu yoxlama sıfırdan fərqli bir dəyər göstərsə, deməli işimizi düzgün görməmişik. İlk növbədə bizim çoxlu mənbə vərəqlərimiz var, source sheetlərimiz var. Onu da bilməliyik ki, bu vərəqlərin hər birinin strukturu biraz fərqlidir. Hər il üçün əldə etmək istədiyimiz balans hesabatı maddələri bütün vərəqlərdə aralıq nəticələr kimi göstərilib. Lakin onların dəyərləri fərqli sütunlardadır. Sütunların və sətirlərin yeri dəyişdikdə düzgün bir axtarış funksiyasını qurmağın ən doğru yolu hansıdır? Əminəm ki, index və match funksiyasını xatırlayırsınız. İndeks nəticələr massividir və onun iki daxil olmaya, yəni sətir və sütun nömrəsinə ehtiyacı olur. Match isə verilən meyarı axtarır və onu tapdıqda baxdığı diapazon daxilindəki sıra nömrəsini verir. Yaxşı, əgər burada index match funksiyası strukturundan istifadə etsək, nə əldə edəcəyik? İndeks funksiyasının işləyəcəyi diapazona bir cədvəl kimi baxın. Funksiyanın bizə cədvəldən müəyyən bir xanasını verməsi üçün iki daxil olmağa ehtiyacı var. Sətir nömrəsi və sütun nömrəsi. Cədvəlin sətirləri üçün birinci match funksiyasından, sütunlar üçün isə ikinci match funksiyasından istifadə edə bilərik. Match funksiyası axtarılan dəyəri, yəni lookup value-nu tapdıqda onun nömrəsini göstərəcək və beləliklə əlimizdə sətir nömrəsi olacaq. Sütun nömrəsi ilə də eyni qaydadır. Match onu axtaracaq və tapdıqda bizə onun nömrəsini verəcək. Bu ikisinin kəsişməsi isə bizə cədvəldə axtardığımız məhz həmin xananı verəcək. Index match strukturunun əsas üstünlüyü də odur ki, o iki çevik axtarış dəyərinə imkan verir və bu bəzi vəziyyətdə çox dəyərli hesab olunur. Bu funksiyanın bizim vəziyyətimizdə tətbiq etmək üçün ilk növbədə mənbə vərəqlərinin hər birindəki boş sətir və sütunları silməliyik. Bunu etdikdən sonra yazmağa başlaya bilərik. Index funksiyasının işləyəcəyi massiv, yəni array olaraq bütün vərəqi seçirəm. Sonra daxildə iki match funksiyamız olacaq. Birincisi axtarış dəyəri kimi, lookup value kimi balans hesabatının maddələrindən istifadə edir. Funksiyanı daha sonra sağa doğru yapışdıracağımızı nəzərə alaraq onun sütun istinadını sabitləyirəm. Və sonra təmin etməli olduğumuz ikinci daxil olma isə debitor borclarını tapmaq üçün baxacağı diapazondur. Yəni trade receivables. Bu mənbə vərəqindəki A sütunu olacaq. Match burada trade receivables maddəsini tapdıqda bir rəqəm çıxaracaq və bu rəqəm indeks tərəfindən sətir nömrəsi kimi istifadə olunacaq. Üçüncü arqument isə həmişəki kimi sıfırdır, yəni dəqiq uyğunluğu seçirik. İkinci match-up funksiyası bizə sütun dəyərini göstərəcək. Ona görə də match yazırıq. Axtarılan dəyər 31 dekabr 2014 olacaq və baxacağımız diapazonumuz 2014-cü ilin mənbə cədvəlinin ilk sətri olacaq. Niyə məhz birinci sətr? Çünki bütün mənbə vərəqlərində tarixlərimiz məhz həmin sətirdə yerləşir. İşimiz bitdikdən sonra enter düyməsini basırıq, funksiyanın nəticələrini görə bilərik. Gəlin bunu aşağıdakı digər sətirlər üçün də kopyalayaq. Əgər düzgün işləmişiksə, balans hesabatı bərabərləşməlidir. Əla. Gəlin funksiyanı sağa doğru kopyalayaq. Aha, bunun niyə işləmədiyinin səbəbini təxmin edə bilərik. İşləmədi, çünki funksiya hələ də 2014-cü ilin mənbə vərəqinə baxır. Gəlin find and replace funksiyasından istifadə edək yenə və balance sheet 2014-ü 2015 ilə əvəzləyək. Eyni şey 2016-cı il üçün də keçərlidir. 2014-cü il üçün yaratdığımız funksiyanı kopyalayırıq və 2014-ü 2016 ilə əvəzləmək üçün find and replace funksiyasından istifadə edirik. Bizə sadəcə bu xanaları cədvəlin aşağısına qədər kopyalamaq və balansın 15-ci, 16-cı illər üçün də bərabərləşdiyini görmək qalır. Gəlin sütunları qruplaşdırma alətindən istifadə edək və bu iki sütunda hesabladığımız faiz dəyişmələrini gizlədək. Bunun üçün sadəcə Alt-Shift-Sağ düymələrini sıxıram və sütunlar qruplaşdırılır. Bura klikləməklə mən həmin iki sütunu gizlədə bilərəm. Professionalların çoxu sütunları birbaşa gizlətmək əmri ilə deyil, məhz bu funksionallıqla gizlətməyə üstünlük verir. Səbəbi odur ki, burada hər an istədiyimiz vaxt
gizli sətr və ya sütunların olduğunu rahatca görə bilərik. Bura isə bizim proqnozlarımızı yerləşdirəcəyimiz sətr olacaq. Gəlin bu sahəni biraz rəngləyək və üzərinə forecast yazaq. Bu xana üçün 5 sütun uzadaq. Çünki bizim 5 proqnoz ilimiz olacaq. PL-in sütunlarından birinin formatını kopyalayaq. Paste Special adında format funksiyasından istifadə edək. Onu hər 5 proqnoz sütununa tətbiq edək. Proqnoz dövrümüzdə olacaq illər bunlardır. 17, 18, 19, 20 və 21-ci illər. Əlavə olaraq bütün subtotal və total sətirlərin düsturlarını kopyalamaq istərdim. Çünki onlar burada da istifadə olunacaq. Bu vərəqin strukturunda son bir detal da ondan ibarətdir ki, biz bu cədvəlin aşağısında bir neçə ssenari qurmalıyıq. Buna görə də mən üzərində ssenari yazılan bir qutu yaradacağam və fill color olaraq Bozingdən istifadə edəcəm. Artıq proqnoz ssenarilərini qurmağa hazırıq. Cədvəlin üstünə 2 boş sətr əlavə edirəm və bura bir ssenari, keçid qutusu daxil edəcəm. Gəlin burada fərqli bir rəngdən istifadə edək. Bura cari ssenarini seçəcəyimiz xana olacaq. Gəlin bir border əlavə edək və xananı daha da qabardaq. Burada proqnozlaşdıracağımız 3 maliyyə göstəricisi gəlirlər, satılan malların maliyyə dəyəri və əməliyyat xərcləridir, yəni OPEX. Amortizasiya və faiz xərcləri isə ətraflı hesablamalar aparacağımız ayrı-ayrı vərəqlərdə proqnozlaşdırılacaq. Gəlirləri proqnozlaşdırmaq üçün istifadə edəcəyimiz hərəkət verici qüvvə, yəni driver gəlirin faizlə böyüməsi olacaq. Burada ən yaxşı hal, orta hal və ən pis halı seçirik. Bunlar best case, base case və worst case olaraq qeyd olunur. Əksər hallarda COGS və OPEX gəlirlərin faizi olaraq proqnozlaşdırılacaq. Və onlar üçün də eyni şəkildə ən yaxşı, orta və ən pis ssenarilər mövcud olacaq. Bu xanaya hər 3 ssenarini əlavə etmək üçün data validation-dan istifadə edəcəyik. Biz ən yaxşı, orta və ən pis ssenarilər arasından seçim edə bilməliyik. Boz qutudakı 3 maddənin gəlirlər satılan malların maliyyə dəyərinə bərabər olan COGS və OPEX proqnozuna fokuslanacaq. Həmişəki kimi fərziyyələrimizi tarixi dövrdə müşahidə olunan rəqəmlər əsasında quracaq. Artıq o 2 gizli sütunda tarixi böyüməni hesablamışıq. Ona görə də bu sahəyə ehtiyacımız olmadığını göstərəcəm. Buradan da Format Cells menüsünü açaq və Fill butonuna klikləyək. Bura həmin xanalardan istifadə etmədiyimizi göstərən bir naxış üslubu, yəni Pattern Style seçə bilərik. İndi isə COGS-a baxaq. Biz onun gəlirlərin faizi olaraq proqnozlaşdıracaq. Buna görə də mən COGS-u gəlirə böləcəm və beləliklə 14, 15 və 16-cı illər üçün göstəriciləri əldə edəcəm. Bunlar həmin tarixin rəqəmləridir və 3 ssenari üçün də dəyişməyəcək. Funksiyanı aşağı sətirlərə kopyalayacağam. Eyni şey OPEX üçün də edilməlidir. Biz 14-cü ildəki OPEX-i 14-cü ildəki gəlirə bölməli olacaq. Üst səviyyəli bir proqnoz qurduğumuzu və daha yüksək proqnozlaşdırma dəqiqliyinə imkan verən daxili məlumata malik olmadığımızı nəzərə alsaq, proqnoz ssenarilərini bu dəyərlərin ətrafında qura bilərik. Beləliklə, gəlirlər 14 və 15-ci illər arasında 2,1%, 15 və 16-cı illər arasında isə 1,9% böyüyüb. Base case ssenarisində orta hesablanan 2% böyümə tempi fərz edə bilərik. Ən pis halda 1%, ən yaxşı halda isə 3% istifadə edək. COGS hər 3 tarix üçün bu illər ərzində 48% ilə 45% arasında dəyişir. Şirkətin öz səmərəliliyi artıb və COGS-un çəkisi azalıb. Və buna görə də orta hal, yəni baza hal ssenarisində 46%, ən yaxşı hal ssenarisində 45%, ən pisində isə 47%lik bir COGS fərz edək. Tarix olaraq OPEX
gəlirlərin 42 və 35% arasında dəyişdirilib. Gəlin bu dəyərləri 3 hal üçün təyin edək. Optimistik hal üçün 35%, orta hal üçün 39%, pis ssenari üçün isə 41% qeyd edək. Bunlar 3 ssenaridə müşahidə olunan dəyərlərdir. Gəlin onları mavi rənglə rəngləyək və bunların fərziyyələrimizə əsaslanan əllə daxil edilmiş sabit datalar olduğunu göstərək. İndi isə fərqli bir ssenaridən istifadə edəcəyimiz zaman seçilmiş dəyərləri dinamik şəkildə dəyişməyə imkan verəcək bir mexanizma tapmalıyıq. Bunu etməyin bir neçə fərqli yolu var. Biz isə offset, yəni sürüşdür funksiyasının kombinasiyalarından istifadə edərək dinamik keçid yaradacaq. Burada offset və match funksiyalarından istifadə edə bilərik. Offset bizə başlanğıc nöqtəsi olacaq seçdiyimiz xanadan x sayda sətir və sütun uzaqlıqda yerləşən bir xananı verir. Beləliklə i20 xanasından başlayacaq. Və buradan irəliləyərək funksiyaya neçə sətir aşağı baxmalı olduğumuzu deməliyəm. Match mənə kömək edəcək. Match üçün axtarılan dəyər seçilmiş ssenari olacaq. Onun xana istinadını sabitləyirəm və sonra match funksiyasının cıq diapazonu düz buradadır. 3 ssenarinin adı. Match seçilmiş ssenarini tapacaq və onun bu diapazondakı sıra nömrəsini verəcək. 1, 2 və ya 3. Offset üçün column value, yəni sütun dəyəri 0-dır. Yalnız sütun istinadlarını sabitlədiyimi nəzərə alsaq, funksiyanı aşağı doğru kopyalaya və ondan Fox, həmçinin Apex üçün də bax elə bu cür istifadə edə bilərəm. Bunu etdikdən sonra ssenariləri dinamik şəkildə dəyişə bilərik. Gəlin yuxarıdakı PL sətirlərini doldurmaq üçün seçilmiş ssenari dəyərlərindən istifadə edək. 2017-ci il üçün gəlirləri 2016-cı ilin gəlirlərini bir üstə gəlib proqnozlaşdırılan gəlir artımı faizinə vurmaqla əldə edə bilərik. Eyni qayda 18, 19, 20 və 21-ci illər üçün də keçərlidir. Satılan malların mayə dəyəri isə həmin il üçün gəlirlərin proqnozlaşdırılan faiz göstəricinə vurulması ilə tapılacaq. Eyni prinsip əməliyyat xərcləri üçün də tətbiq olunur və bu bizə EBITDA səviyyəsində PL rəqəmlərini verir. Daha sonra isə şirkətin bütün PL, balans sheet və pul vəsaitlərinin hərəkət hesabatını proqnozlaşdırmalıyıq. Ən gözəl tərəfi də odur ki, bu model göz qırpımında bizə ssenarilər arasında keçid etməyə imkan verəcək. Yekun balans hesabatında PL vərəqində yaratdığımız bənzər bir proqnoz sahəsi yaradacağam. Sütunlardan birini kopyalayıb paste special, buradan da format funksiyası ilə 5 dəfə yapışdıra bilərəm. Üst hissəyə rənglənmiş bir xana əlavə edə bilərik ki, o da buranın proqnoz dövrü olduğunu göstərəcək. Gəlin aktivlər, öhdəliklər və kapital üçün olan cəmləmə funksiyalarını kopyalayaq. Cədvəlin aşağısına bir neçə boş sətr əlavə edək. Burada balans hesabatı maddələri üçün bir neçə proqnoz driveri yer alacaq. Və mən bu sahəni boz rənglə rəngləyərək fərqləndirmək istəyirəm. Əlavə olaraq, aktivlərin mütləq öhdəliklərlə kapitala bərabər olması reallığında nəzərə alsaq, burada check funksiyası ilə proqnoz dövrü üçün uzatmaq olar. Yaxşı, balans hesabatı maddələrini proqnozlaşdırmaq üçün hansı driverlərdən istifadə edə bilərəm? Trade receivables, debitor borcları, mal material ehtiyatları olan inventory, trade payables, kreditor borcları, bunlar gün metodu ilə modelləşdiriləcək. Yəni base texniq ilə modelləşdiriləcək. Digər aktivlər və digər öhdəliklər isə gəlirlərin faizi olaraq böyüyəcək. Balans hesabatı maddələri üçün fərqli ssenarilər olmayacaq. Çünki onlar biznesin PL inkişafını düzgü kimi əks etdirir. Yəni seçilmiş PL ssenarisinin bir növ əksini təmsil edir. Günlərin hesablanması, debitor borcların nağdlaşdırılması, debitor borcların ödənilməsi və ya
bir malın şirkətin anbarını tərk etməsi üçün neçə günün lazım olduğunu göstərir. Debitor borclarının dövrətmə müddəti DSO, yəni Days Sales Outstanding, kreditor borclarının dövrətmə müddəti DPO, yəni Days Payable Outstanding və mal material ehtiyatlarının dövrətmə müddəti DIO, Days Inventory Outstanding. Bunlar dövriyyə kapitalının komponentləridir. DSO bir şirkətin satış etdikdən sonra gəliri yığması üçün lazım olan orta günlərin sayının ölçüsüdür. Aşağı DSO rəqəmi şirkətin debitor borclarını yığmaq üçün daha az günə ehtiyacı olduğunu bildirir. Yüksək DSO rəqəmi isə şirkətin öz məhsulunu müştərilərə kreditlə satdığına və pulu yığmağın daha uzun çəkdiyini göstərir. Ki Azərbaycanda da əksər istehsalat sahələrində yaşanılan ən böyük problemlərdən biri budur. DPO bir şirkətin orta öhdəlik ödəmə müddətidir. Bu göstərici bizə bir şirkətin mal tədarükçüləri kimi kreditorlardan gələn qaymələri ödəməsinin nə qədər vaxt apardığını deyir. DIO isə investorlara bir şirkətin öz ehtiyatlarını satışa çevirməsinin nə qədər vaxt apardığını göstərən maliyyə performans ölçüsüdür. İndi isə DSO, DPO və DIO ilə tanış olduğumuza görə tarixi dövr üçün onların dəyərlərini hesablamağa hazırıq. Sağ tərəfdə günlərin hesablanması üçün riyazi düsturları görürük. DSO ilə başlayaq. Debitor borclarının sayını həmin ilin gəlirlərinə bölmək və 360-a vurmaq lazımdır. Və budur 2014-cü il üçün DSO rəqəmi. Gəlin bunu sağa doğru kopyalayaq. Eyni qaydada DPO və DIO da eyni düsturla hesablanır. Sadəcə burada gəlirlər satılan malların maye dəyəri ilə əvəz olunur. DPO məbləğini seçirəm və onu 14-cü ildəki COGS rəqəminə bölürəm. COGS rəqəminin sətr istinadını sabitləyirəm və 360-a vururam. Düsturun nəticəsi mənfi alındı. Günlərdən bəhs etdiyimiz üçün də mənfi rəqəminin, yəni mənfi günlərin olması məntiqsizdir. Buna görə də düsturun qarşısına bir mənfi işarəsi qoyuram. Və eyni düsturu DIO üçün də kopyalayaq. Bunu edə bilərik çünki COGS-un sətr istinadını sabitləmişdik. Və bu üçünü də bu cür hesablayırıq. Gəlin 14-cü ildəki digər aktivlərin və digər öhdəliklərin gəlirə olan faiz nisbətini hesablayaq. Bunu etmək üçün hər iki maddəni gəlirlərə böləcəm. Gəlirlərin sətr istinadını sabitləmək işi daha da asanlaşdırır. Növbəti addım proqnoz dövrünü doldurmaq olacaq. Bu maddələrin gələcək inkişafını hesablamaq üçün iki mümkün yol var. Biz ya tarixi dövr ərzində müşahidə olunan orta günləri, ya da ən son rəqəmi nəzərə ala bilərik. Əlimizdə olan rəqəmlərə əsaslanaraq mən ortalama dəyərdən istifadə edəcəm. Gəlin bu maddələrin hər biri üçün average funksiyasına tətbiq edək. Bunlar gələcəkdə görməyini gözlədiyimiz dəyərlərdir. Proqnoz dövründə debitor borclarının, kreditor borclarının və mal material ehtiyatlarının faktiki rəqəmlərini əldə etmək üçün əvvəl etdiyimiz hesablamanı tərsinə çevirməliyik. Günlərin sayını həmin il üçün proqnozlaşdırılan gəlirlərin məbləğinə vurub 360-a bölmək. Bu bizə debitor borclarının rəqəmini verəcək. Sonra isə eyni düsturu digər dövrlər üçün də kopyalaya bilərik. Eyni prinsip kreditor borcları və ehtiyatlar üçün də keçərlidir. Günlərin sayının həmin ilin maye dəyəri rəqəminə vurub 360-a böldükdə 17-ci il üçün kreditor borclarının məbləği alınacaq. Kreditor borclarını hesablayarkən satılan malların maye dəyərinin sətr istinadını sabitləyirik. Bu, mənə düsturu birbaşa mal material ehtiyatları üçün də kopyalamağa imkan verir. Bunlar debitor borcları, ehtiyatlar
və kreditor borcları üçün proqnozlarımızdır. Əgər fərqli bir ssenari seçsək, bu rəqəmlər dəyişəcək. Görürsünüz? Gəlin digər aktivlərə və digər öhdəliklərə baxaq. Biz onların 2017-ci ilin gəlirlərinin neçə faizini təmsil edəcəyini proqnozlaşdıran həmin ilin gəlirinə vurmalıyıq. Gəlin bir fərziyyə irəli sürək. Şirkətin mövcud ehtiyat ayırmalarının məbləğini artırmalı və ya azaltmalı olduğunu dəqiq bilmirik. Belə vəziyyətdə də ehtiyat ayırmalarının bütün proqnoz dövrü ərzində dəyişməz, yəni sabit qalacağını fərz etmək ən yaxşısıdır. Beləliklə, bu mərhələdə balans hesabatının bir hissəsini doldurduq. Digər maddələr necə olacaq? Əmlak, ev avadanlıqlar, pul vəsaitləri, maliyyə öhdəlikləri, kapital. Bu maddələr biraz daha mürəkkəbdir. Yaratdığımız PL və balans hesabatı əla görünür. Növbəti tapşırıq proqnozlaşdırılması daha çətin olan PL və balans maddələri üçün ətraflı cədvəllər qurmaqdır. Əmlak, tikili və avadanlıqlarla başlayaq. Bunlara qısaca PP&E deyirik. Yəni Property, Plant and Equipment. Bunu modelləşdirərkən əsas vəsaitlərin hərəkətçi cədvəli terminindən istifadə edirlər. Yəni Fixed Asset Roll Forward. Gəlin yeni bir vərəq yaradaq və əvvəllər yadda saxladığımız formatlama makrosundan istifadə edək. Vərəqin adını isə Fixed Asset Roll Forward qoyaq. Balans hesabatının başlığını kopyalayaq. Burada olacaq maddələr bunlardır. Beginning PP&E, il ərzində müşahidə olunan məbləğ, amortizasiya, hansı ki PL-də bir xərcdir, və CAPEX, Capital Expenditures, əsaslı vəsait qoyuluşları. Yəni yeni bir PP&E almaq üçün xərclənən məbləğ və bu bizə ilin sonuna PP&E dəyərini verir. Bizim başlanğıc və son balansımız var. Amortizasiya funksiyası PP&E-nin dəyərini aşağı salır. Onun rolu şirkətin bəzi avadanlıqlarının yaşını və artıq daha az dəyərli olduğunu göstərməkdir. CAPEX isə PP&E artırır. Çünki bunlar yeni satın almalardır. Ən alt sətri olan Ending PP&E üçün yekun formatlamanı tətbiq edəcəm. Əlavə olaraq razılaşa bilərək ki, ilin sonunda PP&E yuxarıdakı 3 maddənin cəminə bərabər olacaq. Bizdə artıq 15-ci il üçün ilin əvvəlinə amortizasiya və sonuna olan dəyərlər vardır. Bu tənlikdəki naməlum dəyişən CAPEX-dir. Xoşbəxtlikdən biz hesablamanı tərsinə çevirə və digər 3 dəyərə əsasən CAPEX-i hesablaya bilərik. Bu, sonraki dəyər çıxılsın amortizasiya, çıxılsın başlanğıc dəyərə bərabərdir. Gəlin bu dövrlər üçün amortizasiyanı PP&E-nin əvvəlinə olan dəyərinin faizi olaraq hesablayaq. Bu, köhnəldiyi üçün orta hesablanan xərcə silinən PP&E-dir. Beləliklə, bu göstərici 15-ci ildə 7%, 16-cı ildə 6,5% olub. Diqqət yetirin ki, 14-cü il üçün hesablama aparmağa kifayət qədər datamız yoxdur. Ona görə də PL vərəqində bəzi xanalara tətbiq etdiyimiz həmin o fill pattern üslubundan istifadə edəcəyik. PP&E-ni proqnozlaşdırmaq üçün ehtiyac duyacağımız digər maddə orta əsaslı vəsait qoyuluşudur. Yəni Average Total Expenditure. Bu maddə üçün hərəkət verici qüvvə isə, yəni driver isə ilin əvvəlinə olan PP&E-nin faizi olaraq CAPEX olacaq. Gəlin bu xanaları rəngləyək və proqnoz driverlərimizin burada olduğunu göstərək. Bu mərhələdə artıq aşağıdakı məntiqi mühakimə yürütməliyik. 16-cı ilin sonuna olan PP&E 17-ci ilin əvvəlinə olan PP&E-dir. Düzdür? Elə isə gəlin 16-cı ilin dəyərinə istinad verək. Bu, proqnoz dövründəki bütün illər üçün keçərlidir. Buna görə də düsturu sağa doğru kopyalayacağam. Müşahidə olunacaq amortizasiya CAPEX məbləğləri boz qutudakı 2 driverin köməyi ilə modelləşdirilə bilər. Gəlin onların ortalamasını hesablayaq və proqnoz dövründə bu ortalamanın müşahidə olunacağını fərz edək.
İndi tək etməli olduğumuz şey bu dəyərləri ilin əvvəlinə olan PPN-ə vurmaqdır və bu bizə amortizasiya ilə capex verir. 7, 18, 19, 20 və 21-ci illər üçün amortizasiya və capex dəyərləri bax bu cür əldə edirik. Gəlin balans hesabatında PPN-nin gözlənilən dəyərini, yaratdığımız mənfəət və zərər hesabatında isə amortizasiyanın gözlənilən dəyərini yerinə yazaq. Biz əmlak tikili və avadanlıqları, yəni PPN-ni və amortizasiyanı proqnozlaşdırdıq. İndi isə diqqətimizi maliyyə öhdəliklərinə yönəldək. Daha dəqiq desək, növbəti tapşırığımız maliyyə öhdəliklərinin hərəkəti cədvəlini qurmaqdır. Əsas vəsaitlərin hərəkəti vərəqinin bir kopyasını yaradaq, adını Financial Liabilities olaraq dəyişək. Edilməli olan bir neçə dəyişiklik var. Gəlin əvvəlcə bütün rəqəmləri silək. Cədvəlin aşağısındakı 2 bozqutuya ehtiyacımız olmayacaq, ona görə onları da silək. Və cədvəldəki maddələri dəyişək. Birincisi, ilin əvvəlinə olan borc beginning debt olacaq. İkincisi, yeni borc new debt olacaq. Üçüncüsü, borc ödənişi principal repayment olacaq. İlkin sətri isə bizə ilin sonunda olan borcu, yəni ending debt'i göstərəcək. Dəqiq bilirik ki, 15 və 16-cı illərdə heç bir yeni borc alınmayıb. Bunu nəzərə alaraq tarixləri dolduraq. 14, 15 və 16-cı illər üçün ilin sonuna borc göstəricilərini eyni vaxtda bağlaya bilərik. Bu bizə həm də ilin əvvəlinə borcu verir. Çünki 14-cü ilin sonunda olan borc 15-ci ilin əvvəlinə olan borcdur. 15-ci ilin sonunda olan borcu isə 16-cı ilin əvvəlinə olan borcdur. Düzdür? Biz hətta proqnoz dövrü üçün də ilin əvvəlinə olan borcun düsturunu kopyalaya bilərik. İndi 15 və 16-cı illərdə edilən əsas borc ödəniklərinin məbləğini hesablaya bilərik. Tək etməli olduğumuz şey həmin 2 il üçün son və başlanğıc borcları bir-birindən çıxmaqdır. Proqnoz dövründə isə işlər biraz mürəkkəbləşir. Şirkət növbəti 10 il ərzində son borcunu ödəmək üçün, tamamilə ödəmək üçün borc verənlərlə danışıqlar aparır. Yəni borcunu sıfırlamaq üçün bu danışıqlara gedir. Ödəniləcək razılaşdırılmış faiz dərəcəsi 9%-dir və şirkət borcu hər il bərabər illik ödənişlərlə geri qaytaracaq. Bizim proqnoz dövrümüz 10 ildən qısa olduğu üçün bütün borcun balans hesabatından yox olduğunu görməyəcəyik. Şirkətin növbəti 10 il üçün illik ödənişini hesablamalıyıq. Excel bunu asanlaşdırır. Burada daha öncəki short videolarda çəkib göstərdiyimiz PMT, yəni ödəniş funksiyasından, payment funksiyasından istifadə edəcəyik. Geri ödəniləcək dövrlərin sayını və ödəniləcək məbləğin bugünkü dəyərini seçirəm. Budur məbləğ. Gəlin bu məbləğin hansı hissəsinin faiz xərclərinə, yəni interest expenses-ə getdiyini və hər ödənişdən sonra yerdə qalan qalıq borcun nə qədər olduğunu müəyyən etməyə kömək edən bir mini cədvəl quraq. Bizim 10 dövrümüz var. Cədvəlin 4 sətri belə olmalıdır. Ödəniş, faiz xərcləri, borcun ödənilməsi və qalıq borcu. Razılaşdırılmış kredit amortizasiyası planının sabit ödənişləri nəzərdə tutduğunu demişdik. Ona görə də ödəniş hər 10 dövrün hamısında eyni məbləğə bərabər olacaq. Faiz xərcləri dövrün əvvəlinə olan qalıq borcunun məbləğinin razılaşdırılmış faiz dərəcəsinə, yəni 9%-ə vurulmasına bərabər olacaq. Düsturun qarşısında mənfi işarəsi qoyaraq bu rəqəmi mənfiyə çeviririk. Borc verənə ödənilən məbləğ ilə faiz xərcləri üçün ödənməli olan məbləğ arasındakı fərq əsas borc ödənişinin məbləğidir. Və son olaraq ödənilməmiş borcun üzərinə ödənişi gəldikdə, zəhmət olmasa diqqətən baxın, burada mənfi işarəmiz var. Bizə ilin sonuna qalan ödənilməmiş qalıq borcu göstərir. Növbəti il eyni hesablamaları aparmalıyıq. İndi mən düsturları qalan illər üçün də kopyalaya bilərəm. Kreditin 10-cu ildə tam amortizasiya olunduğunu, yəni sıfırlandığını nəzərə alsaq, düzgün işlədiyimizi görə bilərik. Yuxarıdakı cədvəli əsas borc ödənişi üçün hesablanmış dəyərlərlə dolduraq. İndi biz bu dəyərləri PL və balans hesabatı ilə asanlıqla bağlaya bilərik.
Burada faiz xərclərini hesabladıq və bu bizə PL EBIT səviyyəsinə qədər hesablamağa imkan verir. Sonra isə əlimizdə olan ödənilməmiş borcu yekun balans hesabatı ilə bağlamaq olar. Balans hesabatı demək olar ki, tamamlanıb. İndi isə yaratmalı olduğumuz son əsaslı proqnozla, yəni kapitalın hərəkəti cədvəli ilə məşğul olacaq. İlkin olaraq PL vərəqini açaq. Biz artıq EBIT səviyyəsinə çatmışıq. Ona görə də xalis mənfəəti, yəni net income hesablamamızdan əvvəl tək naməlum göstərici vergilərdir. Tutalım 35%lik bir vergi dərəcəsi fərz edək. Bu rəqəmi EBIT-ə vuracam və şirkətin növbəti 5 il üçün vergi proqnozunu əldə edəcəm. Son nəticədə mənfəət və zərər hesabatımızı tamamlayacaq. Əsas vəsaitlərin hərəkəti vərəqini növbəti dəfə kopyalayırıq. Vərəqin adını equity olaraq dəyişək və bütün rəqəmləri silək. Burada cədvəlimiz 5 sətirdən ibarət olacaq. İlin əvvəlinə kapital, kapitalın artırılması, xalis mənfəət və ya zərər, dividendlər və ending equity, yəni ilin sonuna kapital. Bunlar kapitalda 5 baş verə biləcək mümkün hərəkətlərdir. Biz işə müəyyən bir kapital səviyyəsi ilə başlayırıq. Hansı ki, 2 yolla arta bilər. Birincisi, şirkət sahiblərinin kapitalı artırmaq qərarı ilə bağlıdır. Adətən bu, kənardan daxil olan və kapitalı artıran yeni pul vəsaitidir. Fresh money. Kapitalı artırmağın digər yolu isə mənfəət əldə etməkdir. Əgər xalis mənfəət müsbətdirsə, şirkətin kapitalı artacaq. Lakin şirkət gəlirli deyilsə və hətta zərərlə işləyirsə, onun kapitalı azalacaq. Hər iki ssenari mümkündür. Və son olaraq da şirkət rəhbərliyi öz səhmdarlarına dividend paylaşsa, kapital azala bilər. Cədvələ doldurmağa başlayaq. İlk 3 ilin təfərrüatlı parçalanmasına ehtiyacımız yoxdur. Lakin 2016-cı ilin sonuna olan kapital dəyərinə istinad verəcəm. Onu balans hesabatında tapa bilərik. Bu dəyər həm 2017-ci il üçün ilin əvvəlinə olan kapital dəyəri olacaq və ilin əvvəlinə olan kapital əvvəlki ildə müşahidə olunan son məbləğə bərabərdir. Beləliklə bu xananı sağa doğru kopyalayırıq. Proqnoz dövründə heç bir kapital artımının gözlənmədiyini qeyd edə bilərik. Şirkətin əldə etdiyi xalis mənfəət və ya zərəri mənfəət və zərər hesabatını tapmaq olar. Bu xanaları həmin vərəqlə bağlamalıyam. Və son olaraq da şirkətin öz səhmdarlarına paylayacağı dividendlər barəsində bir fərziyyə qurmalıyam. Fərz edək ki, şirkət onlara xalis mənfəətin 40%-ni ödəyəcək. Ona görə də cədvəlin altına bu yeni sətri əlavə etməli və şirkətin öz mənfəətinin 40%-ni dividend kimi paylanmasının mümkünlüyünü yazmalıyam. Bunun üçün də if funksiyasından istifadə etməliyəm. Çünki şirkət zərər etməyə başlasa, dividend paylanmayacaq. Düzdür? Zəhmət olmasa diqqət edin, burada mənfi işarəmiz var. 40%-i xalis mənfəət rəqəminə vuracam və bu mənə səhmdarlara ödəniləcək dividendləri verəcək. Bu bizim kapitalın hərəkəti cədvəlimizi tamamladı. Elə bu dəyərləri balans hesabatına əlavə edək. Bizə lazım olan son komponentlər pul vəsaitləridir. Nağd pul hesablamaq üçün pul vəsaitlərinin hərəkət hesabatını qurmalıyıq. Yəni cash flow statement. Biz işə EBITDA-dan başlayacaq. Sonra isə faiz xərcləri və vergilərimiz olacaq. Bu 3 maddənin hər biri PL vərəqində hesablanır. Daha sonra əvvəllər gördüyümüz 3 dövrə kapital element edilən investisiyaları nəzərə almalıyıq. Debitor borcları, inventory və kreditor borcları. Bunun dərhal yanında biznesin böyüməsi üçün zəruri olan digər aktivlərə və digər öhdəliklərə edilən investisiyaları nəzərə alacaq. Xatırlayırsınızsa bu maddələrin hər biri daha əvvəl modelləşdirilib və yekun balans hesabatında bizi gözləyir. Növbəti mərhələdə isə əsaslı vəsait qoyuluşları, yəni PPN-yə edilən investisiyalar nəzərə alınacaq. Bura çatdıqdan sonra əməliyyat pul vəsaitlərinin hərəkətini hesablaya biləcəyik. Əməliyyat pul vəsaitlərinin hərəkətinin altında bir neçə qeyri-əməliyyat maddəmiz olacaq. Dividendlər, maliyyə öhdəliklərindəki dəyişikliklər, ehtiyat ayırmalarındakı dəyişikliklər və kapitaldakı dəyişiklik.
Bu maddələri əlavə etdikdən sonra xalis pul vəsaitlərinin hərəkətinə çatırıq. Net cash flow. Beləliklə, pul vəsaitlərinin hərəkəti strukturu budur. Bu vərəqi peşəkar şəkildə formatlamaq lazımdır. Və pul vəsaitlərinin hərəkəti hesabatı peşəkar şəkildə formatlandı. Və son olaraq yaratdığımız strukturdan başlayaraq tapmacanın son parçasını hazırlayacaq. Eləcə də qurmaqda olduğumuz modeli tamamlamağa imkan verəcək pul vəsaitlərinin hərəkətini hesablayacaq. Yəni üstdən başlayaq. EBITDA-nı PL vərəqinə bağlamalıyıq. Bunu etdikdən sonra vergiləri və faiz xərclərini də bağlaya bilərik. Pul vəsaitlərinin hərəkətini hesablamaq üçün çox vacib olan bir mexanizm var. Nəzərdən keçirilən maliyyə dövrü ərzində dəyişən bütün balans hesabat maddələrini nəzərə almalı və əgər bu dəyişikliklərdən irəli gələn bir PL təsiri olubsa, tənzimləmə aparmalıyıq. Balans hesabatı maddələrinin nağd pul hərəkətini hesablamaq məntiqi sağdakı kimidir. Əgər bir aktiv artıbsa, bu pul çıxışıdır. Cash outflow. Aktivi almaq üçün pul ödəmişik. Əgər bir aktiv azalıbsa, bu pul girişidir. Cash inflow. Yəni aktivi satmaq üçün pul almışıq. Əgər bir öhdəlik artıbsa, bu pul girişidir. Cash inflow. Borc və ya maliyyələşmə götürmüşük. Yox, əgər bir öhdəlik azalıbsa, bu pul çıxışıdır. Cash outflow. Demək ki, borcu ödəmişik. Bu, pul vəsaitlərinin hərəkətinin hesablanması arxasındakı məntiqi izah edən əla bir yanaşmadır. Pul vəsaitlərinin hərəkəti hesabatını qurmalı və ya analiz etməli olduğumuz zaman bunu yadda saxlayaq, çox faydalı olacaq. Gəlin, balans hesabatı maddələrinin dəyişməsindən yaranan pul hərəkətlərinin hesablanmasından başlayaq. Dediklərimizi əsasən, aktivlərin hərəkətini hesablamaq üçün düstur mənfi işarəsindən başlayır. Cari ilin miqdarından çıxırıq keçən il miqdarına. Və budur, debitor borclarının pul hərəkəti. Bu bir aktivdir və məhz buna görə mötərizənin qarşısına mənfi işarəsi qoyuram. 17-ci ilin debitor borclarından 16-cı ilin debitor borclarına çıxıram. Eyni düsturu aşağıdakı sətr üçün də kopyalayacağam. Çünki balans hesabatında mal-material ehtiyatları debitor borclarının altında dayanır və onlar aktiv olduğu üçün eyni düstur onlara da tətbiq edilir. Növbəti maddə kreditor borclarıdır. Trade payables. Onlar öhdəlikdir və onların artması nağd pul yaradır. Buna görə də öhdəliklərin pul hərəkətlərini hesablayan düsturun qarşısına mənfi işarəsi qoymayacaq. Onların artması pul girişini çevrilir. Biz 17-ci ilin sonundakı kreditor borclarının məbləğindən 16-cı ilin sonundakı məbləği çıxırıq. Sonra digər aktivlərin və digər öhdəliklərin pul hərəkətlərini hesablamalıyıq. Yuxarıdakı eyni məntiqə riayət edəcək. Digər aktivlərin hərəkətinin qarşısında bir aktivdən bəhs etdiyimiz üçün mənfi işarəsi var. Digər öhdəliklərin hesablanmasının qarşısında isə mənfi işarəsi olmayacaq. Bu vəsaitlərimizin hərəkətində bir balans hesabatı maddəsinin hərəkətinə hər dəfə yaxınlaşdıqda onun aktiv və ya öhdəlik olduğunu düşünməliyik. Növbəti maddə CAPEX, yəni əsaslı vəsait qoyuluşlarıdır. Reallaşdırılmış xərclərdir və şirkətin öz balansına götürdüyü aktivi təmsil edir. Biz proqnoz dövründəki CAPEX-i artıq hesablamışıq. Gəlin, əsas vəsaitlərin hərəkəti vərəqinə istinad edək. Zəhmət olmasa baxın, burada mənfi işarəmiz var. Bu, bizə şirkətin əməliyyat pul vəsaitlərinin hərəkətini verir. Gəlin, yuxarıdakı pul maddələrini toplayaq və əməliyyat pul vəsaitlərinin hərəkətini hesablayaq. Bir neçə digər maddə də nəzərə alınmalıdır. Dividendlər kapitalın hərəkəti cədvəlindədir. Ona görə də onu ortaya bağlaya bilərik. Maliyyə öhdəliklərinin dəyişməsinin nağd pula təsirini maliyyə öhdəlikləri vərəqində görmək olar. Ehtiyat ayırmaları balans hesabatında asanlıqla hesablana bilər. Biz onları dəyişməz olaraq sabitləmişdik. Nəzərə alınmalı olan son maddə kapitaldakı dəyişiklikdir. Hansı ki, artıq nəzərə alınmış dividend ödənişləri və xalis mənfəətdən başqa olan bir hissədir.
Kapitaldakı dəyişikliyi hesablamaq üçün 17-ci ildəki kapitaldan 16-cı ildəki kapital arasındakı fərqi götürməliyik. Sonra da xalis mənfəət və dividend ödənişlərini çıxmalıyıq. Çünki bunlar artıq nəzərə alınıb və gözlədiyimiz kimi bu hesablamamızdan kapitalda heç bir dəyişiklik nəticəsi çıxmır. İndi yuxarıdakı sətirləri toplayaq və xalis pul vəsaitlərinin hərəkətini əldə edə bilərəm. Gəlin balans hesabatına keçək və aşağıdakı düsturu yazaq. Keçən ilin nağd pulu üzərinə gələk. Bu ilin xalis pul vəsaitlərinin hərəkəti bərabərdir 17-ci ilin sonuna olan nağd pul. Görürsüz? Balans hesabatı 17-ci il üçün bərabərləşdi. Düsturu sağa doğru yapışdıraq. Əgər düzgün işləmişiksə, balans hesabatı qalan illər üçün də mütləq bərabərləşməlidir. Allah, bərabərləşdi. Bu bizim modelimizi tamamlayır. Biz mənfəət və zərər hesabatı, balans hesabatı və pul vəsait hərəkətlərinin hesabatından ibarət inteqrasiya olunmuş bir model yaratdıq. Daha da önəmlisi, short videolarda paylaşdığım o xüsusi funksiyalardan istifadə edərək bunu Excel'də necə edəcəyimizi öyrəndik. Bir də onu dərk edək ki, biz 3 ssenarili çevik bir model qurduq. Yer vərəqindəki ssenarilərdən birini dəyişsəm, bütün modellər rəqəmlər dəyişəcək. Balans hesabatı bərabər qalmağa davam edəcək. Belə də olmalıdır. Ümid edirəm bu video sizə maraqlı gəldi. Növbəti maraqlı videolarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.